Hər vaxtınız xeyirli olsun. Bugün birlikdə səhv etmirəmsə İran mətbəxinə məxsus çox ləzzətli bir aş hazırlayırıq. Bunun üçün ilk olaraq 1 kiloqram ətimi qaynatdım. Daha sonra maşından keçirib üzərinə 3 ədəd soğan da maşından keçirib öz suyunda bişməyə qoydum. Daha sonra böyüklüyündən asılı olaraq 2-3 ədəd biberi də maşından keçirib ətin üzərinə əlavə edirəm. Soğanın suyu çəkildikdən sonra yaxşıca qarışdırıram. Pomidorun, biberin suyu da çəkildikdən sonra yağımı əlavə edirəm. Duz, sarı kök və reyhan da doğrayıb bir neçə dəqiqədə dəmdə saxlayıram. Qeyd edim ki, qıymamı təxminən 40 dəqiqə ərzində bişirdim. Çünki aşın içində təkrar bişəcək. O səbəbdən çox bişirmədim. Qəşəng qıymamızı bişirdik. Daha sonra isə 1 kiloqram lobyamı doğrayıram və üzərinə su töküb qaynadıram. Qaynatdıqdan sonra isə yağını, duzunu əlavə edib bir neçə dəqiqə qovururam. Eyni şəkildə lobyanı da çox qovurmuram, çünki o da aşın içində təkrar bişəcək. Və son olaraq isə düyümün suyunu qaynatdım. İçərisinə yağ, duz əlavə edirəm və sarı kök əlavə edib düyümü əvvəlcədən isladıb yuduğum düyümü təxminən 10-15 dəqiqə qaynadıram. Son olaraq isə düyünü süzüb qazanımın diblərinə lavaş yerləşdirib düyünün yarısını içərisinə əlavə edib üzərinə qıyma, daha sonra lobya, təkrar düyü, qıyma və lobya əlavə edirəm. İstəsəz sonuncu qatını düyü ilə də bağlaya bilərsiniz. Mən lobya ilə, qıyma ilə bağladım. Mənim burada qazanım balaca oldu. Düyümdən biraz artıq qaldı. Qeyd edim ki, hər birindən 1 kiloqram istifadə etmişdim və son olaraq təxminən 40 dəqiqədə dəmdə saxlayırıq. Beləcə aşımız hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın. Hələlik.